Tabii ki bu çıkışlar etmek de çok çətindir. Çünkü həmişə adam qəhərlənir, kövrəlir. Ben de kövrəlmişəm. Amma təsəvvür edirəm ki, siz uşaq olduğunuz vaxtında gelirsiniz. Bu gün onu siz bu şekilde karşılayabilirsiniz. Allah bütün şehitlerimize, Allah hamdülillah. Amin. Allah xəstələrimize, qazilərimize, yaralılarımıza şəfa versin. Amin. Allah dövlətimizi qorusun, vətənimizi qorusun, torpaqlarımızı qorusun. Amin. Bir daha mənfur düşman ayağı görməsin bizim torpaqlarımızı. Amin. Allah prezidentimizi qorusun, Müzəffər Ali komandanımızı qorusun, onun ailesini qorusun. Bugün bütün yaralılardan tutmuş, müharibə iştiraklarından başlamış ve bütün şehitlerimize ve şehit ailelerine kadar tam onların diqqət mərkəzindədir. Allah'tan bütün şehitlerimizin hamısını rəhmət diləyir, ruhlarının şad olmasını ve ruhları qarşısında baş əyirəm və bizim Cəmil qardaşımızın düşürüb gəldiyi dövlətimizin bayrağı hansının uğrunda şəhidlərimiz qurban gediblər. Onu öpüb gözünün üstünə qoyub hörmətli övladına təqdim edirəm. Biraz evvel Hacı'nın söylediği kimi tədbirimizdə həm də bizim Sabirabad rayon icra hakimiyyətinin başçısı hörmətli Sərayəddin müəllim iştirak edir. Sağ olsunlar, öz həmkarları ilə birlikdə bu tədbirdə iştirak edirlər. Allah razı olsun. Təşəkkür edirik və buyurun. Hacı da kifayət qədər Allah'tandır, siz de kifayət qədər danışdınız. Ona görə mən çox vaxt almaq istəmirəm. Sizin abi qardaşımızın anasına, xanımına, övladlarına, yaxınlarına Allah'tan səbir diləyirəm. Onsuz da bu dünyadan hamı görüb keçib gedəcək. Ancaq bir var şərəfli, bir var Allah'ın məqamına ucalan ölüm, bir de var ki ağla gələr gəlməz bəlalar. Bu Cəmil qardaşımızın ölümü Allah'ın məqamına ucalan yani xoşbəxtdir. Onun övladlarına, onun xanımına, anasına, yaxınlarına şərəf, ləyaqət gətirən Azərbaycanımızın Quran da qeyd edir ki, torpaq uğrunda, vətən uğrunda canını fəda edən, Allah'ın əmanəti olan canını fəda edənlərin məkanı cənnətdir və hətta özlərindən əlavə bir 70 nəfərin də məkanlarını cənnət eləmək gücündə hüququndur. Mən hər biricə Allah'tan səbir diləyirəm. Ruhu şad olanın ruhuna Allah'tan şadlıq arzu vermək belə düzgün deyil. Ancaq bizim adətə uyğun olaraq ruhu şad olsun. Deyirik sizlərə də. Sənə də qalay. Bacıma da, anana da, nənənə də Allah'tan səbir. Sağ olun, çox sağ olun. Bu borcumuzu biz yedik. Çok sağ olun. Allah çok